Salam olsun hər kəsə. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə kod refactoring haqqında danışacağıq və bunu yazdığımız TUDEP layihəsinə tətbiq edəcəyik. Sol tərəfi bağlayıram burdan. İlk öncə ümumilikdə dərsdə nələr haqqında danışacağıq, bunu sizə izah edim. Bu dərsimizdə həm kod refactoring haqqında danışacağıq, həm təmiz kodu necə yaza bilərik, təmiz kod nədir ümumiyyətcə, bunun haqqında danışacağıq. Niyə görə məsələn funksiyalara bölüb yazdıq biz bu layihəni, bunun haqqında danışacağıq. Bundan əlavə olaraq layihəmizdə müəyyən yerlərdə məsələn kod boşluqları var. Onları necə düzəldə bilərik? Bunlar haqqında sizə məlumat verəcəm. Niyə görə bu boşluqlar var? Təbii ki, indi biz testlər yazmırıq layihələrimiz üçün. Onlar gələcəyin mövzularıdır, belə deyək. Amma biz hal-hazırda əlimizdən gəldiyi qədər layihəmizdə boşluqları aradan qaldırmağa çalışacağıq. Baxın, indi biz burada daha doğrusu öncəki dərslərimizdə bu layihəni yazdıq. Artıq siz bunu bilirsiniz. Mən də burada komment sətirlər yazmışam, daha sonra funksiyalara bölmüşəm, bu formada yazmışam. Elə deyil layihəmizi və görsəniş forması da səhifədə bu formadadır. Burada inputumuz var, forum var, əlavə et butonu və s. və s. var. İndi gəlin başlayaq bu layihəmizdən. Bu layihəmiz bizim ümumilikdə artıq bilirik də nə iş görür. Yəni bundan danışmağa ehtiyac yoxdur. To-do əlavə edir, update eləyir, silir və s. Amma ümumilikdə biz nə yazmışıq? Bir layihə yazmışıq. Elə deyil. JavaScript ilə müəyyən bir layihə yazmışıq. Bu layihədə fikir verin, funksiyalardan istifadə etmişik, dəyişənlərdən, nə bilim, data typelardan və s. və s. istifadə etmişik. İndi mən sizə belə deyək də, dünyaca məşhur şəxslərdən statlar da gətirəcəm, müəyyən deyimlər ki var, onlardan da sizə bir neçəsini deyəcəm ki, bu sahə üzrə həm də dünya görüşünüz formalaşsın, həm də həmin şəxsləri araşdırmağınızı sizə məsləhət görürəm. Məsələn, Donald Kuntun belə bir deyimi var. Donald Kunt 1938-ci ildə səhv etmirəmsə anadan olubdu və dünyaca məşhur həm riyaziyyatçı, həm də kompüter mühəndisidir deyə bilərik. Həm də Nobel mükafatına belə layiq görülübdür. O bir çox kitabların müəllifidir. Eyni zamanda The Art of Computer Programming deməli əsərinin müəllifidir. Çox cildli bir əsərdir və oxumağı sizə məsləhət görürəm bu əsəri. Ümumilikdə Donald Kuntun belə bir deyimi var. Bu deyim nədən ibarətdir? Donald Kunt deyir ki, bizim yazdığımız kodlar ədəbi bir əsərdir. Biz bunu müəyyən bir ədəbi əsər kimi yazmalıyıq. Bu nə deməkdir? İndi gəlin bunu xırdalayaq. Bu cümləni xırdalayaq, bu deyimi xırdalayaq. Baxın, əsərlər niyə görə yazılır? Müəyyən bir şəxslərin fikirlərin kiməsə çatdırmaq üçün və yaxud da ki, yazıçı müəyyən bir hər hansı bir sahəyə toxunmaq istəyir, insanlara müəyyən bir mesaj vermək istəyir. Müxtəlif səbəblərdən ola bilər də, bu elə deyil. Bəs onu necə yazır? Roman yazır, nəsə yazır da, əsər yazır bir şəxs düşünün. Yazardı bu insan. Onu yazdığı zaman nələrə diqqət eləyir? Sadəliyinə diqqət eləyə bilər. Daha sonra hamı tərəfindən başa düşülə biləcəyinə diqqət eləyə bilər. Onu oxuyanda insanlar bir şeylər başa düşsün, buna diqqət edə bilər. Daha sadə yazmağa diqqət eləyə bilər. Uzun, belə deyək də, qısa yollarla daha çox cümlənin insanlara çatdıra biləcəyi mənanı qısa cümlələrlə insanlara çatdıra bilər. Baxın, bunlara diqqət edə bilin. Təbii ki, biz yazar deyilik, bunları tam dərinliyinə qədər bilmirik. Amma ümumi fikir olaraq deyirik ki, bunlara diqqət edə bilər də əsərdə, elə deyil. İndi qayıdaq. Bu oxşatmanı biz kodlar üzərində eləyəcəyik də. Kodlar yazıldığı zaman bəs nəyə diqqət olunmalıdır? Biz kodları yazdığımız zaman təbii ki, prinsiplər var. Müəyyən prinsiplər var, obyekt yönlü proqramlaşdırmada, funksional proqramlaşdırmada müəyyən prinsiplər var ki, bunları gələcəkdə sizin öyrənməyinizi məsləhət görürəm sizə. Amma indi ümumilikdə biz belə nəzəri formada baxacağıq da. Mən istəyirəm ki, bu kod refactoring haqqında, təmiz kod haqqında sizdə fikir formalaşsın və bunun ətrafında araşdırasınız. İnşallah dərs seriyamız yekunlaşdıqdan sonra ola bilər ki, xüsusi dərs olaraq, seriya olaraq bu mövzulara zaman ayırım. Baxın, biz burada funksiyanı, daha doğrusu kodlarımızı yazmışıq. Elementləri seçmişik, query selectorundan və yaxud da ki, get element by id ilə seçmişik, elə deyil. Və müəyyən dəyişənlər mənimsətmişik. Burada to-dos adında bir array yazmışıq, məsələn, dəyişən yazmışıq, ona boş array mənimsətmişik. Status to-do adında dəyişən yazmışıq, ona null mənimsətmişik. Aşağıda burada nə yazmışıq? Funksiyalar yazmışıq və açıqlayıcı sətirlər yazmışıq. Məsələn, bu komment sətirlər də dokumentasiyanın çox kiçik hissəcikləridir deyə bilərik. İndi backend tərəfində inşallah gələcəkdə çalışacağız əgər. Məsələn, API yazırsınızsa, onun dokumentasiyasında yazmaq gözəldir.
dokumentasiyasında yazırsınız, ondan istifadə edən şəxs frontda istifadə edir, başqa backend developer və s. kimsə istifadə edəndə həmin o API-dan onun dokumentasiyasını nəzər salaraq, hə bu nə iş görür, burada necə istifadə olmalıdır, bunları bilsin. Aydındır? Siz kodları yazdığınız zaman nə qədər bu komment sətirləri yazsaz çox əladır, çox gözəldir. Amma belə bir yanaşma da var. Yəni bunları yazın, öyrənmə müddətində yazın. Amma kod yazdığınız zaman siz kodları belə bir yanaşmada var ki, bu əsərimiz də belə deyək, bu kod yazıldığı zaman o qədər açıqlayıcı yazılmalıdır ki, o qədər açıqlayıcı yazılmalıdır ki, heç bunlara da ehtiyac olmaz. Bu nə deməkdir? İndi gəlin bunu xırdalayaq. Yəni biz dəyişən adlarını, funksiya adlarını, nə bilim, indi obyekt bölümlü proqramlaşdırma ilə işləsəz əgər, klass adlarını, bunları o qədər açıqlayıcı formada verməliyik ki, bunu oxuyan insan bilsin ki, burada bundan söhbət gedir. Aydındır? Məsələn, find by last name and first name. First name and last name. Məsələn, bu formada bir yazılış var. Elə deyil. Hardansa find var da, burada hardansa nəsə tapacaq. Məsələn, db də yazıla bilər sonuna. Bu nədir? Bu metod nə iş görəcək ümumiyyətcə? Last name və first name-ə görə nəsə tapacaq da, elə deyil. Find, axtaracaq. Elə deyil. Görün nə qədər açıqlayıcıdır. Bunu oxuyan adam, ingilis dilini bilən bir insan bunu oxuduğu zaman başa düşür ki, burada nədən söhbət gedir, nə icra olunacaq burada. Elə deyil. Ona görə də funksiyalarımıza, dəyişənlərimizə normal bir ad verməliyik. İndi bax burada da bir gözəl deyim yada düşür. Bu da məşhur bir deyimdir. Baxın, Max Kanat Alexander'ın da belə bir deyimi var. Kitablarının birində hətta belə başlayır. Kitabın belə deyək də başlıq sətirlərində, ilk səhifələrində bu yazılış var. Yaxşı proqramçı ilə pis proqramçı arasındakı fərq. Yaxşı proqramçı nə yazdığını başa düşən proqramçıdır. Pis proqramçı isə nə yazdığını başa düşməyən proqramçıdır. Yəni sən kodu yazırsansa əgər, sən bilməlisən ki, nə yazacaqsan. Mən buna həmişə layihəyə yuxarıdan baxma deyirəm. Necə məsələn bir bina hazırlandığı zaman mühəndislər oturur indi köməkçiləri ilə tək və yaxud da indi kimlərlə otururlar. Həmin binanın layihəsini hazırlayırlar, maketini hazırlayırlar. Məsələn, binanın bu hissəsinə bu qədər yük düşəcək, yəni burada pəncərə olacaq, burada otaq olacaq, burada parkinq olacaq və s. və s. Elə deyil, planlama qurulur da. O layihəyə üstdən baxa bilirlər. Hətta ən xırda detallar belə orada nəzərə alınır. Layihəyə də başlamazdan öncə bunları siz yaza bilməlisiniz. Bu formada baxa bilməlisiniz layihəyə. Mən hardan başlamalıyam? Bir bina tikilirsə əgər gedib 10-cu mərtəbədən başlaya bilməz bu insan onsuz. Elə deyil? Ya da birbaşa nə bilim aboy vura bilməz divara. Bu onun aboydan öncə nə qədər proseslər var da, elə deyil? Bu layihələr də eyni formada. Yəni həmin qurduğunuz layihəyə, başladığınız layihəyə yuxarıdan baxa bilmək lazımdır. Ki baxın ki, harda boşluq var, mən nə düzəltməliyəm, burada nə etməliyəm. Aydındır? Bunu bacarmalısınız siz. Və bu zaman siz nə iş gördüyünüzü biləcəksiniz əslində. Yəni bu Kanatın dediyi kimi, əgər yaxşı proqramçı olmaq istəyirsinizsə, nə yazdığınızı bilmək istəyirsinizsə, yaxşı proqramçı dediyi ki, nə yazdığını bilən proqramçıdır, elə deyil. Onda siz layihəyə baxa bilməlisiniz. Aydındır? Həmin layihədə araşdırın. Məsələn deyirəm, siz əgər gedib hər hansı bir sahəyə məhsul hazırlayacaqsınızsa, həmin sahəni biraz araşdırmalı olacaqsınız. Aydındır? Təhsil sahəsinə, məsələn deyirəm, hər hansı bir kursa veb-sayt hazırlayacaqsınızsa əgər, siz həmin veb-saytı biraz araşdırmalı, daha doğrusu təhsil sahəsini araşdırmalı olacaqsınız. Məsələn, imtahan sistemi hazırlanmalıdır. Siz deməli təhsil sistemindən biraz başınız çıxmalıdır ki, o imtahan sistemi prosesi necə gedir, onu bilməlisiniz ki, layihəyə tətbiq edə biləsiniz. Aydındır? Mən buna sahə üzrə dünya görüşü də adını da verirəm. Məsələn, dərmanlarla bağlı hər hansı bir layihədə işləyəcəksinizsə, siz təbii ki, artıq həmin sistemdən, məsələn, aptek sistemi üçün nəsə hazırlayacaqsınızsa, aptek sistemindən biraz məlumatınız olmalıdır ki, bu aptek sistemləri necə işləyir ümumiyyətcə? Aydındır? Örnəklərə baxaraq sizdə fikir formalaşacaq və siz bir şeylər yaza biləcəksiniz. Aydındır? Yəni bunun üçün də dediyim kimi sahə üzrə dünya görüşü olmalıdır və nə yazdığınızı başa düşmək üçün də təbii ki, araşdırma etməlisiniz siz. İndi gəlin, dedik ki, dəyişən adları, funksiya adları və s. bunlar açıqlayıcı formada olmalıdır. Amma belə bir deyim də var. İndi baxın, əslində bu deyilənləri əks sayıla biləcək bir deyim var, amma əslində əks deyil. Deyir ki, yaxşı proqramçı, daha doğrusu proqramçı kompüterin başa düşə biləcəyi kodu yazan bir şəxsdir. Kompüterin başa düşə biləcəyi kodu yazan şəxsə proqramçı deyilir. Amma yaxşı proqramçı insanların başa düşə biləcəyi kodu yazan şəxsə deyilir. Nə deməkdir bu? Biz dedik axı əsər yazırıq. Bu bizim əsərimizdir, elə deyil.
Bunu məsələn deyirəm, baxın. Mən burada run funksiyası yazmışam, elə deyil. İlk icra olunur da bu. DOM content loaded olduğu zaman bu funksiya icra olunur. Bu funksiya çağırılır. Bu funksiyada nə iş görülür? Baxıram bura. İndi bu check to-dos çağırılır, daha sonra gəlir bura. Burada müəyyən işlər icra olunur və UI-da to-do'lar görsənir də, elə deyil. Mən gəlib məsələn buna x desəm. Burada da x desəm adına. X deyək buna da. Ctrl S eləyirəm. Səhv yazılışdı bu. Yox. Proqram kompüter bunu başa düşür də, elə deyil. Mən burada x adında funksiya yazmışam. O funksiyanı da, daha doğrusu çağırmışam. Burada da həmin funksiyanı yazmışam və içərisinə kodları yazmışam. İndi gəlib buna da y desəm, buna da t desəm, digərinə başqa nəsə fərqli bir şey desəm. Kompüter bunu başa düşəcək də, onsuz elə deyil bəlkə. Amma yaxşı, hər hansı bir proqramçı bunu oxuyanda nə başa düşəcək? X yazılıb orada, y yazılıb, nəsə yazılıb da orada. Bir şey başa düşəcək bundan. Yəqin ki, başa düşməyəcək də, elə deyil. Əgər xüsusi fitri istedadları yoxdursa başa düşməyəcək. Yəni bu nə oldu? Deməli biz kodları yazdığımız zaman əslində insanların başa düşə biləcəyi kod yazmalıyıq. Aydındır? Dəyişən adlarının, funksiya adlarının burada önəmi var. Amma standart olaraq qəbul olunan məsələn yazılışlar var. Məsələn, for yazırıqsa nə yazırıq? I yazırıq. İçərisində J yazırıq. Yəni içərisində bir dənə dövr varsa J yazırıq. Bir dənə də dövr varsa K yazırıq. Bu formada davam edirik. Bunlar standartdır. Bunlar artıq proqramlaşdırma sahəsində olan şəxslərə məlumdur. Siz ora dediyim kimi fərqli bir şey də yaza bilərsiniz. For dövrü yazırsınız, dəyişən təyin edirsiniz, i dəyişəni. I məsələn birdən neçəyə qədər davam etsin. Onu başqa bir şey də yaza bilərsiniz. O da işləyəcək, kompüter başa düşəcək. Amma proqramçının başa düşməsi üçün o standart qəbul olunub ki, i olsa daha yaxşıdır, j olsa daha yaxşıdır. Amma dediyim kimi burada məsələn mən bu funksiyaya x adını verim. Gəlin burada da x adı ilə çağıram. Bu kodu qətiyyən yazmayın. Aydındır? Yəni bu deyimi də yadınızda saxlayın ki, proqramçı kompüterin başa düşə biləcəyi kodu yazan şəxsdir, amma yaxşı proqramçı isə insanların başa düşə biləcəyi kodu yazan şəxsdir. Amma bir dənə də burada yanaşma var. Yanaşma nədir bəs? Bilirəm, nəzəri forması, nəzəri tərəfi çox gedir bu dərsin. Zaten bu dərsimiz praktiki dərs deyil. Bunu öncədən deyim sizə. Bu dərsimiz ümumi nəzəri dərsdir, belə deyək. Sizinlə söhbət etmək istədim bu sahə üzrə. Baxın, biz məsələn yazdıq bura x elə deyil. Bundan öncəki funksiyanın adı nə idi? Loaded to-do'sdur da, elə deyil. Budur. Bu normalda uzun yazılışdır da buna nisbətdə. X-a nisbətdə uzun yazılışdır, elə deyil. Çünki bunda bir dənə hərf var, digərlərində amma nə qədər hərf vardı? 5-10 dənə vardı da ən azından. Kodumuzu yazdığımız zaman biz qısalığa da çox fikir verməliyik. Amma bu qısalığı çox insanlar qarışdırır. Necə qarışdırır? Kodun qısalığı dəyişən adının qısalığı, funksiya adının qısalığı demək deyil. Kodun qısalığı məntiq olaraq qısalıq nəzərdə tutulur. Aydındır? Məsələn, mən hər hansı bir şeyi sadəcə deyirəm. Məsələn, gəlin burada baxaq. Bu funksiyaya baxaq. Burada check to-dos funksiyasını çağırmışam, elə deyil. Sonra da üzərində to-dosun yoxlamışam. İndi bunu baxacağıq, bunu dəyişəcəyik əslində. Üzərində fırlamışam for each-lə və hər bir to-do-nu to-do UI metoduna vermişəm, elə deyil, ekranda göstərmək üçün. Bunun daha qısa yazılışı deyəndə bu to-dosun T adlandırılması, nə bilim, bu to-do-nun D adlandırılması bu demək deyil. Bu kod qısa kod sayılmır. Qısa kod dəyişən adları falan normal olmalıdır. Hər şey normal olmalıdır. Amma məntiq olaraq, məsələn, mən burada bilirəm ki, for each-lə birbaşa üzərində fırlana bilirəm bunu. Mən bunu sağa, dağdan daşa, daşdan dağa vurub, sonra gəlib tapmayım da nəticəni. Aydındır? Ən qısa yolu hansıdırsa onunla yazım. Amma dəyişən adlarının qısalığından söhbət getmir. Funksiya adlarının qısalığından söhbət getmir. Məntiq olaraq qısalıqdan söhbət gedir. Aydındır? Bir var, alqoritm qururuq da burada əslində biz. Bir var, məsələn, olduğunuz yerdən indi hardan izləyirsinizsə bu videonu. Hər hansı bir nöqtəyə getmək istəyirsiniz. Siz ora düz də gedə bilərsiniz. Hardan yollar varsa fikirləşin də. Ən yaxın məsafə hansıdır həmin yerə getmək istəyirsinizsə, ora ən yaxın məsafə hansıdır? O yolla gedəcəksiniz. Elə deyil, normal düşüncədə olan şəxs daha çox, yəni başqa bir işi yoxdursa, ən qısa yoldan getməyi seçir də. İndi yerimək istəyən falan istisnaları çıxıram mən. Hər hansı bir yerə getmək istəyirsə, ən qısa yoldan getməyə çalışacaq. Elə deyil bəlkə. Burada da bizim nəticəyə çatmaq üçün ən qısa yoldan çatmağımız daha yaxşıdır. Əgər məntiq problemləri yaşatmırsa. Amma dəyişən adlarına qısalığından söhbət getmir. Dəyişən adı ola bilər ki, bir sətr boyu olsun. O qədər açıqlayıcı yazın. XTD yazmaqdan 2 dənə, 3 dənə hərf
adı yazıb dəyişən adı verməkdənsə bir sətr boyu dəyişən adı yazsaz o qəbul olunandır. Çünki onu oxuyanda adam bir şey başa düşəcək, amma X T-ni D-ni oxuyanda adam bir şey başa düşməyəcək. Aydındır? Yəni bunu da yadınızda saxlayın ki, qısalıq deyəndə adlar, dəyişən adı, funksiya adı, klass adı və s. bunların qısalığından söhbət getmir. Ümumi məntiq olaraq kodun yazılış qısalığından söhbət gedir. Belə. İndi gəlin bu əsərimizi oxumağa çalışaq biz. Baxın. Bizim burada dedik ki, bu dəyişənləri çağırmışıq, mənimsətmişik bunlara və burada da aşağıda to-dos yazmışıq, daha sonra status to-do yazmışıq və bunları yazmışıq. İndi bunu oxumağa bacarmaq lazımdır. Kod refactoring ümumiyyətcə kodun üzərində müəyyən dəyişikliklər edərək onu daha yaxşı hala gətirməkdir. Belə deyə bilərsiniz. İndi gələcəkdə inşallah daha dərinliklərinə qədər öyrənərsiniz. Amma bir də kodu oxumağı da bacarmaq lazımdır. Yəni məsələn deyirəm də, kodu oxumaq niyə görə bacarmaq lazımdır? Mən bu kodu yazmışam. Bir ay sonra bu kod mənim fikrimdən çıxacaq. Mən niyə görə nə yazmışdım, o yadımdan çıxacaq. Amma mən kodu oxumağı bacarsam, gəlib oxuyacam, başa düşəcəm ki, burada bunu yazmışam, burada bunu yazmışam, bu ardıcıllıqla. Burada bu qədər funksiya yazılıb. Bunların hamısı birdən-birə işə düşür? Yox. Hansı lazımdırsa, baxın, run metodu yazmışıq, funksiyası yazmışıq burada. Burada eventlər yazmışıq. Forumda submit olanda bu funksiya işə düşür. Document DOM content loaded olanda bu işə düşür. Task listə klik olanda bu funksiya işə düşür. Bu demək clear butona klik olunduğu zaman bu funksiya işə düşür. Aydındır? Hər birini bölmüşük biz burada. İndi bunu oxumağı bacarmaq lazımdır. Məsələn, DOM content loaded olduğu zaman. Bu nə deməkdir? Səhifə refresh olunur da. DOM content loaded olduğu zaman. Nə olur? Gəlir bu funksiya işə düşür. Gəlirik bu funksiyaya baxırıq burada. Bu funksiyada nə var? Check to do adında funksiya çağırmışıq. Gedəcək ilk öncə bu funksiyanı oxuyacaqdı. Elə deyil. Kontrolu vurdum, klik etdim funksiyanın üzərinə. Gətirdi bizi bu funksiyaya. Baxırıq, burada nə yazmışıq? To-dos lokal adında dəyişən adı təyin etmişik. JSON parsından gələn datanı parse eləyirik. Daha sonra bizə, baxın, local storage-dan get item demişik. Get item-da biz bilirik ki, burada əgər bunu silib baxsaz, istəyirəm baxaq. Ctrl X eləyirəm, qaytaracam yerinə. Baxın. Burada bizə deyir ki, mənə key adını ver, string olaraq. Mən sənə string olaraq ya datanı qaytaracam. Data yoxdursa null qaytaracam sənə. Elə deyil. Onda, indi bunu qaytarıram olmuş Allah. Onda belə çıxır ki, to-dos lokal. Mən zaten array olaraq göndərmişəm də local storage, elə deyil. Oradan qayıtsa mənə JSON parse elədiyim üçün, deməli ya bu array olacaq, içərisində data olan, elə deyil. Ya da ki null olacaq da. Elə deyil. Çünki bu dedik axı data yoxdursa local storage-da bu get item mənə null qaytarır. Deməli bunu mən null-a görə yoxlaya bilərəm. Deyirəm ki, null deyilsə əgər, deməli bunun içərisində bir şeylər var da, bir şeylər gəldi mənə. Onda yuxarıda yazdığım to-dos array-nə mənimsət bu datanı. Aydındır? Deməli to-dos array-imiz nə olacaq? İçərisində data olan array olacaq. Yox, əgər null-dırsa, onda içərisində heç bir şey yoxdursa, yoxdur da elə deyil. Onda to-dos array-ni boş array olaraq başlat deyirəm burada. Elə deyil. Artıq buradan yekunlaşandan sonra qayıdacaq yuxarı. Biz burada bildik də bu funksiya nə iş gördü? Lokalda olan datanı gətirdi, to-dos array-in içərisinə yerləşdirəcək. Əgər bir data varsa, gətirib həmən dataları yerləşdirəcək array-in içərisinə. Yox, əgər yəni to-do varsa, to-doları gətirəcək. Yox, əgər yoxdursa, to-dos array-ni elə boş array kimi başladacaq. Elə deyil. Onda gəlirik yuxarı, bu funksiya çağırıldığı yerə. Təzədən qayıtdı bura. Bunu icra edəndən sonra qayıtdı bura. İndi baxın, burada səhvlik var bizim kodumuzda. Nə səhvlik var? Mən dedim axı to-dos array ya içərisində data olan array olacaq, ya da ki boş array. Burada da göstərir. Ən tipində array deyir. Onda mən bunu null-a görə niyə yoxlayıram ki? Onda length-ə görə yoxlayım da elə. To-dosun, baxın to-dos null deyil nə deməkdir? Yəni to-dosun length-i sıfırdan böyükdür deməkdir, elə deyil. Onda biz bunu yazmalıyıq. To-dosun length-i böyükdürsə sıfırdan, deməli bunun içərisində bir şey var. Gəl bunun üzərində fırlan. Böyük deyilsə heç bir iş görmə. Aydındır, bunu demiş olduq. Kontrol S eləyirəm. İndi gəlirəm bura, refresh eləyirəm, datalar gəlir bizim üçün. Aydındır. Bu yazılış daha düzgün yazılışdır. Çünki array olduğu üçün biz bunu length-ə görə yoxlamağımız daha yaxşıdır. Əgər length-i sıfırdan böyükdürsə, bunu uyğun dərslərin altında da yazmışam qeyd olaraq sizin üçün. Aydındır. Bunu length-ə görə. İndi harada to-do'su, array-i null-a görə yoxlayırıqsa, onu dəyişdirin, to-do'su length-ə görə yoxlayın. Aydındır. Belə, məsələn bunu dəyişdirdik burada. Və kodumuz düzgün formada işləyir onsuz. Sonra gəlirəm, məsələn aşağı baxırıq. Submit olanda, to-do demək, add to-do olanda ya da buna baxaq. Handle to-do action-a baxaq. Task list üzərində. Task list nə idi? Buradakı UL-dir də, elə deyil. UL üzərində click event olduğu zaman mən bu funksiyanı çağırmışam. Bu funksiyada nə iş görürük? Baxın, bölüşdürmə etmişik burada. YTarget'in class listində əgər fab pen varsa, deməli bu
update ikonuna klik olunub. Onda update to do funksiyasına yönəldi məni. Yox əgər fat trash can olubsa, deməli bu delete ikonuna klik olunub. Onda delete to do funksiyasına yönəldi məni. İndi məsələn düşünün ki, update-ə vurduq. Gəlirik, baxın klik etdim. Daha doğrusu kontrol vurdum, klik etdim üzərində. Gəldi buna. To-do'nun update olunmasına. Elə deyil. Bura gəldi. Elementi seçdik. Baxın selected element yazmışam. Y targetdən parent element. Lini seçdik burada. Daha sonra input value-nu boş string elədik. Input-a fokuslandıq. Elə deyil. Baxın kodu oxuyuram. Fikir verin, kodu oxuyuram. Aydındır. Siz də bunu bacarmalısınız. Gəldi buraya input'a fokuslandı. Sonra nə etdi? Input'un value'su selected elementin text contentinin trimlənmiş forması etdi. Selected element nə idi? Bizim li'miz değildi. Onun text content'i seçdi. İndi onun içərisində spam var. Onun içərisində yazılıb bu. Mən dərsdə də sizə demişdim ki, daha dəqiq yazmaq istəyirsinizsə, ya bir dənə çıxarsınız onun siblingin qardaşını alarsınız, ya da lap yuxarı çıxıb ilk child'da ala bilərsiniz. İndi mən bu formada yazmışam. Yəni li'nin text contenti mənimsədildi input value-ya, elə deyil. Sonra status to-do'nu isə həmən elementin data ID-si etdim. Biz də elementi yaradanda data ID-ni data ID olaraq vermişdik, attribute olaraq vermişdik də li'yə, elə deyil. Bu verildi. Status to-do artıq null deyil, müəyyən bir dəyərdir. İndi bizim burada bir dənə errorumuz var. Baxın. Bu yaxşı yadıma düşdü. Bunu deyəcəydim sizə. Baxın, düşünün ki, to-do bir 5 neçə 3 yazmışıq. 4 əlavə edirəm bura. Elə deyil. Bu formada indi fərqli formada da əlavə edə bilərsiniz. Bunu əlavə etdim bura. Əlavə et vururam. Boş dəyər daxil edilə bilməz yazdı. Elə deyil. Onda gəlirəm to-do məsələn 5 yazıram. Fikir verin. To-do əlavə edildi yazdı bura. Elə deyil. Okay, problem yoxdur. İndi mən to-do bir update eləmək istəyirəm. Buna vurdum. To-do məsələn 12 yazdım. Elə deyil. Əlavə et vurdum. To-do update edildi. Bu da düzgün işlədi. İndi mən gəlib bura to-do 12-ni seçdim. Update-ə vurdum. Sonra gəlib bunu buradan sildim. Əlavə et vurdum. Nə oldu? Boş dəyər daxil edilə bilməz oldu. Elə deyil. İndi gəlib baxın refresh eləmədim ha səhifəni. Buna vurdum, sildim buranı da. Fikir verdiniz. Buna vurdum, buranı sildim. Enter-i vurdum. Deyir boş dəyər daxil edilə bilməz. Həmən ondan sonra gəlirəm. Məsələn, to-do 6 əlavə edirəm. Baxın. To-do update edildi oldu. Əlavə etmədi. Error oldu. Bu gözəl errordur əslində bu. İndi bunu gəlin axtaraq. Əgər bunu öncəki dərslərdə siz bunun fərqinə varmısınızsa nə gözəl, əla. Fərqinə varmamısınızsa da bu da problem deyil. İndi burada həll eləyəcəyik. Baxın, bizdə proses nə olur? Biz buna klik etdiyimiz zaman, burada status to-do'nun dəyərini dəyişdiririk. Nə edirik status to-do'nun dəyərini? Data ID attributunun dəyəri eləyir, elə deyil. İndi gəlirəm yuxarı baxıram. Baxın, add to-do'da olur da bu proses. Burada add to-do'da, yəni form submit olanda add to-do metoduna gəlmir. Bu funksiyaya gəlmir. Baxın, submit olanda bu funksiyaya gəlir də. Prevent default yazmışam. Normal davranışını əngəlləmişəm. Sonra input value-nu, baxın bu input yuxarıda seçilibdir. Onun valuesunu trim edib götürürəm bu deməli dəyişənə. Sonra bunu yoxlayıram. Əgər boş deyilsə, içərisində bir dəyər varsa, baxın, burada boşdur hal-hazırda. Bu formada da eləsəm trim eləmişəm axı. Ona görə də yenə də trim boş kimi qəbul edəcək bunu. Trim dediyi boşluqları atır. Sağda və solda olan boşluqlar. Mən deyirəm ki, input value əgər boş deyilsə, deməli içərisində bir şey var da bunun. Bura daxil olacaq, elə deyil. Yox, əgər boşdursa, bura false çıxsa, hara gələcək? Bu else düşəcək, elə deyil. Show else göstərəcəm ki, boş dəyər daxil edilə bilməz, aydındır. İndi input value-da bir dəyər var düşünün. Gəlir bura daxil olur, elə deyil. Burada da indi artıq ikinci ifimizi yoxlayırıq. Status to-do'nu yoxlayırıq burada, elə deyil. Null-dırsa, deməli o update ikonuna klik olunmayıb da, elə deyil, null-dırsa. Amma klik olunsaydı, həmən status to-do nə olurdu? Elementin data ID-si olurdu. Elə deyil. İndi null-dırsa burada yeni to-do'nu yaradır. Aydındır. Burada yaratdı. Null deyilsə status to-do bir dəyərdir də, elə deyil. Onda gəlir bura else düşür. Update to-do UI funksiyasına yönəlir. Yəni UI-dan update eləyir. Daha sonra update to-do storage funksiyasına yönəlir. Storage-dən update eləyir. Sonra input value-nu boş string eləyirik. Sonra status to-do'nu fikir verin, null-a çəkdik. Bunu biz niyə görə eləyirik? Çünki bir elementi update edəndən sonra o status to-do səhifəni yeniləyəndə bizə görsənmir. Çünki yenilənir, status to-do default olaraq yuxarıda null kimi başlayıb axı. Ona görə null kimi gəlir. Amma səhifəni refresh eləmədən prosesi davam etdirdiyimiz zaman biz status to-do'nu null-a çəkirik ki, sonra müəyyən bir, baxın, bunu mən update etdim buradan düşünün. Elə baxın, buna klik etdim burada. To-do 6 gəldi bura. To-do 66 vurdum, əlavə et vurdum. 66 oldu, elə deyil. Bu update olundu. Olunandan sonra hara işləyir? Bu else işləyir də, elə deyil. Update to the UI buranı
Bu işlədi, bu işlədi. Sonra input value-nu boş string elədik, status to-unu null-a çəkdim. Niyə görə? Çünki bunu update edəndən sonra, baxın yenə 6-ya çəkdim. Sonra gəlib bir şey əlavə edəndə, məsələn to-do 7 deyirəm, to-do əlavə edildi olsun. Niyə görə? Çünki gəlib bu if-ə ilişməsin də burada. Status to-dunun dəyəri yenə null-a çəkirəm status to-dunun dəyərini. Aydındır? Burada. Və mesaj göstərirəm. Amma burada baxın bunu vurdum, sonra bunu sildim buradan. Enter vurdum. Deyir boş dəyər daxil edilə bilməz. Aydındır. Update-dən gəldi ya, fikir verin. Status to-dunun dəyəri gəldi hara ilişdi? Fikir verin. Baxın input value boş olmadı. Boş olmadı. Amma status to daha doğrusu boş oldu. Gəldi bu else düşdü. Elə deyil. Amma burada fikir verin, status to-dunun dəyəri öncəki seçilən elementin ID-si qaldı. Ona görə bura gəlir, amma status to-do da həmin elementin ID-si qalır. Mən hər hansı bir şey əlavə etmək istədiyim zaman artıq həmin elementi update eləyir. Çünki gəlir bura ilişir də. Burada null olmur. Gəlir bunun elsinə düşür. Mən burada da əgər status to-dunu null-a çəksəm, nə olacaq? Bunda artıq boş dəyər daxil edilsə belə, update-dən gəlsə belə, yenə status to-dunu boşa çəkirəm. Aydındır? Və yaxud da ki, yeni bir to-dunu update eləyəndən sonra da status to-dunu null-a çəkirəm. Aydındır? İndi gəlin yoxlayaq. Baxın refresh elədim, sıfırdan başlayıram. To-do 6 deyil burada. Buna vurdum. To-do 66 elədim bunu. Baxın, enter vurdum, 66 oldu, aydındır. Sonra buna vurdum, baxın. Bunu buradan sildim, enter vurdum. Boş dəyər daxil edilə bilməz deyir. İndi gəlirəm, to-do məsələn 123 əlavə edirəm. Baxın, to-do əlavə edildi oldu artıq. Da bu 66-nı update eləmədi. Status to-dunu burada da null-a çəkdi axı digərində də. Ona görə. Bunu da diqqətinizə çatdırmaq istədim sizin. Bunu sonradan fərqinə varmışdım bunun. Ona görə bu dərsdə də belə gözəl örnək oldu əslində sizin üçün. Baxın, burada da qeyd etdiyim kimi, burada da status to-dunu null-a çəkmək lazımdır ki, gəlib buna ilişməsin təzədən. Status to-do çünki null olaraq başlayır. Amma bunu biz etsək, baxın buna vurdum, bunu buradan sildim, enter vurdum, sonra səhifəni refresh eləsək, status to-do onsuz yuxarıda null olaraq başlayıb baxın. Səhifə yenidən başladığı üçün default olaraq null kimi başladır onsuz onu. Çünki yuxarıda null kimi başlatmışıq. Aydındır? Burada effektini görməyəcəyik. Amma səhifəni refresh eləmədən proseslər apardığımız zaman bunu görmüş oluruq. Belə. Sonra gəlin indi aşağıdakı funksiyalara da bir nəzər salaq. Görək buralarda nə var. Baxın, bu add to do UI-dır. Deməli UI-ya element əlavə edirik burada. Daha sonra local storage-dən deməli nə edirik burada? To do əlavə edirik. Add to do UI yazmışıq, storage yazmışıq, update to do yazmışıq, update to do UI yazmışıq. Burada bir şey də göstərmək istəyirdim sizə. Səhv eləmirəmsə delete-də olmalı idi o. Hə, baxın məsələn burada. Burada sizcə nə yaza bilərsiniz? Baxın, burada nə problem var? Problem deməyə, daha doğrusu dəyişdirilə bilən nə var burada? Bir düşünün siz bunu, mən izah edirəm sizə. Baxın, mən burada elements adında bir dəyişən yazmışam və buna nə mənimsə etmişəm? Dokument içərisindən seçmişəm. Query selector olunan task klassına sahib elementləri. Task klassına sahib elementlərimiz də nədir? Gəlirik, baxırıq bura. Bu lilərdir də, elə deyil. Bunu dokument içərisində axtarmışam mən. İndi bizim səhifəmiz kiçik səhifədir. Burada bir dənə UL var və içərisində lilər var, elə deyil. Ola bilər ki, bizim səhifəmiz böyük səhifə olsun və sağda solda müxtəlif UL-lər olsun və həmin UL-lərin içərisində də ona aid lilər olsun. Amma hər birində də task klassı olsun. Bu zaman mən bunu dokument içərisində seçməkdənsə, zaten burada da elə. Dokument içərisində seçməkdənsə, bunu task list içərisindən seçə bilərəm. Donsuz. Bir var, düşünün. Baxın, yenə real həyatda düşünməyə çalışın bunu. Bir var, hər hansı bir əşyanı axtarırsınız, düşünün. Bunu 100 kvadrat metr bir otaqda, nə bilim, hər hansı bir yerdə axtaranda test taparsınız, yoxsa 10 kvadrat metr olan bir otaqda axtaranda. Təbii ki, daha az olanda axtaranda test taparsınız, elə deyil. Onda mən bunu, zaten bu taskı nəyin içərisində, UL içərisində axtarmıram. Bunu ümumi səhifə içərisində niyə axtarıb bura seçirəm ki? Onda elə birbaşa bu UL içərisində axtarım. Da onsuz query selektoru biz elə istifadə edə bilirik axı. Hətta burada bir yerdə elə istifadə etmişik. Bu delete-də indi baxarsınız siz, aşağıda baxarıq istəsəz. İstifadə etmişik. Yəni bu dokument yerinə task list yaza bilərsiniz. Task list içərisindəki bütün nələri task klassına sahib liləri gətir, elementsə ver. Bu da bizə node list qaytarır. Node list üzərində də for each-dən yazırıq. Aydındır? Bunu get element by id ilə yazsaydınız, onda array from-dan artıq çevirməli olacaqdıq da for each yazmaq üçün üstündə. Aydındır? Bu da təkrar mövzulardandır təbii ki. Sonra gəlirik bura baxırıq. Məsələn, burada da to-do yazılır. İndi bəzi funksiyalarda baxın, bunu araşdırmağınızı istəyirəm sizdən. Biz bəzilərində check to-do'su çağırmışıq. Amma məncə bəzilərində heç bunu çağırmağa ehtiyac yoxdur. Bir fikir verin, özünüz axtarın bunu. Bunu da sizin nöqtənizə buraxıram mən.
Bu funksiyanı bəzi funksiyalar içərisində heç çağırmağa ehtiyac yoxdur. Əlavə çağırmış kimi olur o funksiyanı, aydındır? Bunları da yoxlayın. Hansında əlavədirsə, lazımsızsa, onu dəyişdirin. Yəni sizdən ricam odur ki, bu funksiyaları araşdırın. Bir-bir araşdırın ki, bu nə iş görür, bu nə iş görür, mən niyə görə bunu bu formada yazmışam, müəllim bu formada yazıbdı, mən də o formada yazmalıyam, yoxsa yox. Əmin olun ki, bu kodun müxtəlif yazılışları var. Yəni mən bir formasını yazıb təqdim edirəm də sizə. Çünki bu belə deyək də tədrisdir. Mən sizə bir şeylər öyrətməyə çalışıram. Amma bunu genişlətmək sizdən asılıdır artıq. Fərqli-fərqli yollarla yazmaq sizdən asılıdır. Ona görə də bunu mütləq şəkildə etməlisiniz. Sonra bu funksiyaya baxıram. Məsələn, burada da fikir verin, dokument içərisində seçmişik task klassına sahib elementləri. Elə bunu task list içərisində seçdik. Onsuz UL içərisində seçə bilərik. Onsuz UL-in içərisində axtarırıq yəni. Sonra burada var, tools içərisində splice metodunu yazmışıq. Sonra aşağıda nə yazmışıq? Buna baxdıq, bu funksiyaya baxdıq. Məsələn, show alert yazmışıq burada, bunu da bilirik. Belə. Yəni dediyim kimi bu formada funksiyalardan ibarət layihəmizi yazmışıq. Məsələn, bu funksiyaların da qədrini bilmək lazımdır. Bunları mən funksiya şəklində yazmasam, hər funksiyanı harda çağırmışıqsa, o funksiyanın içərisindəki kodları təkrarən orada yazmalıydıq. O belə düşünün. 225 sətirlik kod olub burada. İndi boşluqlar da var arasında. Amma biz onu yazdığımız zaman gedib bəlkə 1000 sətirdən çox olacaqdı. Təkrar kodları yazacaqdı. Yəni bir şey də yadınızda saxlayın. Yazdığınız kodda təkrar varsa əgər, məsələn deyirəm, baxın. Add to the UI yazmışam. Bura bunları yazmışam, elə deyil. Təkrar dediyim, yəni for each'ləri məsələn for each burada da yazırsan, başqa yerdə də yazırsan, o normaldır. Amma mən burada məsələn metod içərisində bunları yazmışam, elə deyil. Başqa bir yerdə eyni bunları yazıramsa, o kodda problem var, %100 problem var deməkdir. Onu deməli funksiya şəklində yazmalıyıq. Nəsə fərqli formada yazmalıyıq. Çünki bunu burada da yazırsan, eyni iş görür bu. Başqa bir yerdə də yazırsan. Bu qədər yeri tutan kodu burada da yazırsan, başqa bir yerdə də kopya edib yazırsan. Deməli orada %100 problem var. Aydındır? Orada iki dəfə düşünmək lazımdır mütləq şəkildə. Və yaxud da ki, məsələn, bu kodu yazırsan, bu kodu indi baxdıqda buna baxdıq, başqa bir koda. Məsələn, bu kodu. Baxın, eyni bu kodu burada yazmışıq. Başqa bir yerdə də eyni bu formada yazırıqsa, deməli o kodda problem var. Bəlkə bu kodda da problem var. Heç o qədər dərinliyinə qədər baxmadı. Araşdırın. Yəni bu kodda tapsınız nə gözəl. Afərin olsun sizə. Aydındır? Belə. Yəni demək istədiyim odur ki, mənim yazdığımdan xahiş edirəm ki, kifayətlənməyin, araşdırma eləyin. Adını çəkdiyim şəxslər ki var, onları araşdırın. Yəni bu adını çəkdiyim insanlar dünyada belə deyək də bu proqramlaşdırmaya, təmiz kod yazmağa yön verən insanlar da deyə bilərik. Gələcəkdə inşallah dediyim kimi bu kod yazmaqla bağlı prinsiplər də var. Onlar haqqında da danışacağıq. Yəni çalışacağam ki, mənim niyyətim burada mən özümdən belə deyək də Amerika kəşf eləmirəm. Mən zaten var olan bir şeyləri araşdırıram, xarici mənbələrə baxıram, özüm öyrənmə müddətində araşdırdığım şəxslər mənə hansı ki, belə deyək də kömək olubdu. Mən onları araşdırmışam, onlara baxmışam. Mənim düşüncə tərzim dəyişibdi proqramlaşdırma sahəsində. Bunu eyni zamanda sizə də ötürməyə çalışıram mən. Mənim niyyətim budur. İnşallah da ki, uğurlu olacağımıza inanıram. Belə, ümid edirəm ki, faydalı dərs oldu. Növbəti dərsdə artıq fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.